Deməli, yoldaşlar, gəldik çatdıq can və could mövzusuna. Bu da çox maraqlı mövzulardan biridir. Bayaq dedik ki, bundan əvvəlki mövzuda dedik ki, I go var idi, yəni mən gedirəm. Biz dedik ki, bura will əlavə eləsək, bu mənə gələcək ki, mən gedəcəm. Biz əgər will yox da, bura can əlavə eləsək, bu bir modal feildir. Bu demək olacaq ki, I can go, yəni mən gedə bilirəm və yaxud da gedə bilərəm. Bunu icazə mənasında başa düşə bilərsiniz ki, elə də istifadə olunur və legal formada, yəni normal formada siz istifadə edə bilərsiniz. Qrammatik şəkillərə düzgündür, məna olaraq da düzgündür. I can go, gedə bilərəm və yaxud da gedə bilirəm, yəni elə bir bacarığım var. Could bəs nədir? Yenə eyni formada işlənir. Could deyə bilərsiniz. I could go, mən gedə bildim deyə bilərsiniz. Keçmişdə olmuş bir şeyi göstərmək üçün. Yəni, bu bir bacarıqdır. Yəni, bir şey eləməyi bacarmaq deməkdir. Could isə onu keçmişdə bacarmaq deməkdir. Sual verəndə yenə intonasiya ilə biz bu sual verə bilərik. I can go deyə bilərik. Amma əgər qrammatik şəkildə düzgün olmasını istəyirsinizsə, bunu keçirəcəyik qabağa. Can I go? Olar gedim, gedə bilərəm. Ya da could you go? Gedə bildin keçmişdə. İnkarda isə bunlara not artırırıq. Üzr istəyirəm. Not artırırıq. I cannot go. Gedə bilmirəm. Gedə bilmərəm. I could not go. Gedə bilmədim. Məsələn, dünən qonaqlar gəlmişdi. İşə gedə bilmədim. I could not go to work. İşə gedə bilmədim. Because qonaqlar gəlmişdi. O başqa bir zamanda öyrənəcəyik. Deməli, can-lə could o mənadadır ki, bir şey eləyə bilmək və bacarmaq. Biz indi sonraki mövzularda yenə başqa modal feilləri öyrənəcəyik. Burada izah eləyəcəm. Bunu yaxşı-yaxşı təkrarlayın, yaxşı-yaxşı praktik eləyin. Növbəti mövzuda görüşərik. Özünüzə yaxşı baxın.